Qul kölə xislətli kütlə həmişə ədalətli şah axtarışında olur. Min illiklər boyu klassik saydıqlarımız ədəblərin hamısı şah, ədalətli şah deyə axtarış veriblər. Xalqı da o səmtə yönəldirlər ki, şah ədalətli olursa hər şey düzələcək. Bu tamamilə absurd şeydir. Xalqı öz hakimiyyətindən, öz hüququndan, haqqından döndərmək üçün bir vasitədir. Burada millət vəkillərinin əksəriyyəti deyir ki, bu quru sərhədlərin bağlanmasının səbəbi nədir? Burada 2 vuraq 2-dir, bərabərdir 4-dür. Burada şey yoxdur ki, quru sərhədlər bağlananda sərnişin yük daşımaların hamısı hava yolları ilə məcburdur daşısın. Hava yollarında Azal adlı bir dövlət təşkilatının qəfəsi qalır. Qəfəsi o Postanda zadda belə tutsala zad qoyurlar, quş qorxuzan. Bax, o qalıb. Onun əsas 90% işini aparan Əli Paşayevlərə məxsus olan Buta və İpək Yolu şirkətidir. Burada nə var ki, burada bilməyən nə var ki, sərhədlərin bağlanmasında məqsəd, niyyət Əli Paşayevlərə məxsus olan ailə şirkətinin mənfaiz şirkət kimi daha çox pul qazanmasına xidmət edir. Hoca qaldığımız COVID-19 pandemiyası ilə bağlı deyir, xalqımızın bir yaxşı məsələ var, deyir, ilk əl çəkir, remotal əl çəkmir. Dünya Səhiyyə Təşkilatı Covid'in başa çatmasını bildirir. Ondan sonra başqa ölkələrdə hamısı sərhədlər zadlar açıqdır. İndi bu mafyoz yapı rejimi, Heydərizm rejimi Covid adı ilə ölkəni qapalı saxlayır ki, daha çox yüksəldici daşınmaların hamısı onlara məxsus olan aviaşirkətlər vasitəsilə daşınır, daha çox pul qazansın, monopoli şirkətdir. İstanbuldan Yerevana, Tiflisdən Yerevana uçan Gürcü ya Erməni 60 dollara geri Türkiyə qayıdırsa, Azərbaycandan İstanbula uçan bir millət, iki dövlət, bir qardaş, nə bilim, iki dil deyən dövlətlər arasındakı aviabiletlərin qiyməti 300 dollardan çoxdur. Bunu kim yaradır? Bu mafyoz rejim. Nə qədər ki, bu xalq özünə, gələcəyinə sahib çıxmayacaq, şahsevər, başını kəsən, mafyoz rejimə, hakimə, xilaskari kimi baxacaq, bu xalqın xoş günü olmayacaq. Və təsəvvür eləyin də, indi xalq parlamenti deyilən bir qəşəng platformamız var. 10 milyonluq xalqdan gələn namizədin sayına baxın, bu xalqın düşüncəsinə, təfəkkürünə baxın. Bu xalqın dövlətçilik şüuru deyilən şey yoxdur, çünki xalq kimi formalaşmayıbdır. Xalq heç kimdən razılaşmaz, özünə və gələcəyinə sahib güvənli dövlət